Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bugünlerin 27 sentyabr günü aziz şəhidlərimizin 44 gün olan vətən üçün canlarından keçən günün anım günüdür. Necə ki Quran-ı Kerim bizlərə buyurur ki: "O la taqulu limen yuqtal fi sabilillah amvat bel ahyaun velakin la teş'urun." Sadakallahul aliyyul azim. Hiçbir zaman Allah yolunda öldürülen şəxslərə amvat buyurur Allah. Ölü demeyin. Onlar diridirlər ve siz bunu dərk eləmirsiniz. Quran-ı Kerimin eğer buyruqlarına biz dikkat etsək, ayelere dikkat etsək, görərik ki, bazı ayelerde Allah maut sözü işlədir, bəzisində qətil sözü işlədir. İkisi de ölümdür. Ama maut sözü bundan ibarətdir ki, yani ölüm dünyadan kurtulmaq, xilas olmaq mənasındadır. Yani bir insan öləndə dünyadan kurtulur, bərzəx aləminə qədəm basır. Ama qutlə fi səbilillah artıq bu başqadır. Öldürülsə Allah yolunda. Bu artıq başqa məna. Bu ölümlə fərq edir. Bu dünyadan kurtulmur. Allah bunun mərtəbəsini yüksəldir. Bunu bu dünyadan elə bir dünyaya köçürür ki, onun qanı yerə düşməmiş mələklər qanatlarını açarlar və onları qanatların üzərində ali bir dünyaya hicrət eləyərlər. Ali bir dünyaya apararlar ki, orada Allah Teala buyurur ki, biz onları elə bir aləmə apardıq ki, onlar bizim yanımızda ruzi yeyərlər. Necə ki, Qur'anın başqa ayələri də bu məsələyə işarə eləyibdir. Odur ki, biz bugünkü günü şəhidlərimizi ki, anım günü qeyd edirik, amma əslində biz onları hər gün anım günü eləməliyik. Onlar bizim yadımızdan çıxmalı deyil. Nəinki məsəl üçün bugün yada salaq, sabah yada salmayaq, yox. Bizim bugünkü gündə vətənimizin uğrunda canlarından keçən o əzizlərimiz Allah yanında peyğəmbər, alimlərdən sonra olan şəxslərdirlər. Onlar bir məqama çatıblar ki, o məqama çatmaq yalnız şəhadət yolu ilə ola bilər. Onlar bizim dinimiz, canımız, namusumuz, torpaqdan ötəri canlarından keçiblər ki, Mövla-i Muttəqiyyən əleyhissalam buyurur ki, "Xalitun nasa muxalitətən, in mittum ma'aha bakav aleykum, və in aştum hannu ileykum." Dünyada elə yaşayın, elə həyat sürün ki, siz dünyada olduğunuz zaman insanlar sizlərə meyl eləsinlər, sizlərə tərəf gəlsinlər. Və siz dünyadan köçəndən sonra insanlar sizlər üçün ağlasınlar. Yəni biz bu günləri həmin şəhidlərimiz ki, əzizlərimiz, balalarımız, qardaşlarımız ki, bizdən ötürü canlarından keçiblər, biz onları hər an yad edirik, onlar üçün mərasimlər keçirdirik, məclislər keçirdirik və zamanında da onlar üçün ağlayırıq. Demək olar ki, onlar üçün biz hər gün kədərlənirik, həm də onların yüksək məqamına çatmaları üçün çatıblar, necə deyərlər, onlar üçün dua edirik və Qur'an onlara tilavət edirik. Bu bizlər üçün həm dünyamız, həm ahirətimizdə şəhidlərə yaxın olmağımız, Allah bizlərə onu bir nemət olaraq veribdir. İnşallah Allah bizləri də onların qiyamət günündə şəfaətindən binəsib eləməsin inşallah. Allah onların mərtəbələrini uca eləsin, fəzilət sahibləridirlər. Onların şəhadət məqamını daha da əfzəl eləsin inşallah.